Bilirdinmi ki, meyvə ağaclarına və bitkilərinə hücum edən qarışqaları, meyvə milcəklərini, ilbizləri, slakları və bir çox digər zərər vericiləri aradan qaldırmaq üçün uc-qusursuz usul mövcuddur. Bugün isə sənə addım-addım necə çox ucuz və demək olar ki, hər kəsin evində olan materiallardan istifadə edərək ucuz, super effektiv tələ hazırlamağı öyrədəcəm. Bu yolla bu zərər vericilərdən birdəfəlik qurtula biləcəksən. Ona görə də vaxt itirmədən birinci usuldan başlayırıq. Birinci usul, hər cür dirməsən həsərət üçün çox effektiv olan yapışqan tələdir. Onun işləmə prinsipi çox sadədir. Qarışqalar və ya başqa hər hansı dirməsən həsərət meyvə ağacına çıxmağa çalışanda bu maneə ilə qarşılaşır və avtomatik olaraq geri qayıdırlar. Əslində bu videonu çəkərkən bir qarışqa onu keçməyə çalışdı və gördüyün kimi bu cür maneəni asmaq onun üçün mümkün olmadı. Əgər bu tələni necə hazırlayacağını bilmək istəyirsənsə, indi sənə izah edəcəyəm. İlk olaraq bizə bir parça karton lazım olacaq. Bu halda ağac cavan olduğuna və gövdəsi çox qalın olmadığına görə kiçik bir parça kifayət edəcək. Bu halda təxminən 8 duyum, yəni 20 sm olsunda bir halqa düzəldəcəyəm. Amma mümkün qədər dəqiq olsun deyə kiçik bir hiylə istədəcəyik. Sadəcə olaraq bir marker qələmini bir vintacana tel parçası ilə bağlayırıq. Bu usulla onu bir pərgəl kimi istifadə edib mükəmməl bir dairə çəkə bilərik. Əgər ağacın daha böyükdürsə, sadəcə halqanın diametrini artır. Artıq dairəni isarələdikdən sonra qayçıq oturub bu şəkildə kəsməyə başlayırıq. İndi isə halqanın kənarından mərkəzinə qədər bir kəsik edəcəyik. Bu kəsik halqanı açıb onu asanlıqla gövdənin dibinə yerləşdirməyə imkan verəcək. Əlavə olaraq, ehtiyac olarsa, halqanın gövdənin qalınlığına tam uyğunlaşması üçün mərkəzdə bir və ya bir neçə kiçik kəsik də edə bilərik. Halqanı artıq yerinə qoyub, gövdəyə tam uyğunlaşdırdıqdan sonra indi yapışqan baryer yaratmağın vaxtıdır. Bunun üçün gəmiricilər üçün nəzərdə tutulmuş bir yapışqan istifadə edəcəyik. Bu cür yapışqan acıq havada istifadə üçün nəzərdə tutulub. Ona görə də rütubətə və yağışa çox yaxşı dozur. Bundan əlavə tam rahatlıqla istifadə edə bilərsən, çünki meyvə ağacına heç bir zərəri yoxdur. İndi sadəcə olaraq halqanın ətrafına davamlı bir yapışqan zolağı çəkirik. Təxminən yarım duyum enində olması kifayət edəcək. Əsas odur ki, baryer tamamilə qapalı olsun ki, həsəratlar keçə biləcəkləri heç bir yer tapmasınlar. Baxımı da çox sadədir. Ara-sıra baryerin hələ də təmiz olub-olmadığını yoxlamaq məsləhətdir. Zaman keçdikcə üzərində toz, yarpaq və ya başqa hər hansı bir material yığıla bilər ki, bu da körpü rolunu oynayıb həsəratların baryeri keçməsinə imkan verə bilər. Əgər belə bir hal baş verərsə, sadəcə həmin cirkləri təmizləyirik və tələ yenidən normal işləməyə başlayır. Həmçinin halqanın ətrafında alaq otlarının boy yeməsinə də diqqət etmək vacibdir. Çünki onlar qarışqaların yapışqan baryeri keçmədən ağaca çıxmasına körpü ola bilər. Əgər hər hansı birini görsən, sadəcə onu aradan qaldır. Bəs sağ. Bundan sonra qarışqalar və başqa hər hansı dirmasan həsərat meyvə ağacımıza çıxmağa çalışanda bu baryerlə qarşılaşacaq və ağaca çatmaq imkanları olmayacaq. Bu yolla meyvə ağaclarımızın koloniyalaşmasının və digər zərər vericilərin yayılmasının qarşısını alacağıq. Amma əlbəttə bu tələ dirmasan həsəratlara qarşı əla işləyir. İndi isə bəs ucan həsəratlarla nə baş verir? Onlar ki, birbaşa meyvə ağaclarımıza gəlib çatırlar, qövdədən yuxarı çıxmağa ehtiyac olmadan. Yaxşı, onlar üçün də çox sadə və son dərəcə təsirli bir tələb var və məhz indi baxacağımız da elə həmin tələdir. İkinci usul, meyvə milcəyi və meyvə ağaclarımıza zərər verə biləcək bir çox ucan həsəratı tutmaq üçün çox təsirli bir tələdən ibarətdir. Onun işləmə prinsipi çox sadədir. Biz sirkə, səraf və şəkər əsasında bir qarışıq hazırlayacağıq ki, bu da bu tip həsəratlar üçün çox güclü və cəlbedici bir qoxu yayır. Onlar bu qoxunu hiss etdikdə butulkaya tərəf gəlirlər. Elə bil ki, yemək mənbəyi və ya qidalanmaq üçün bir yer tapıblar. Kiçik dəliklərdən izəri girdikdən sonra çıxısı tapmaq onlar üçün çox çətin olur və nəticədə butulkanın içində tələyə düşüb qalırlar. Əslində, bu tələ yalnız meyvə milcəyi üçün deyil, həm də bir çox kiçik ucan həsəratları tutmaqda çox təsirlidir və beləliklə meyvə ağaclarımıza zərər verə biləcək həsəratların sayını xeyli azaldır. Ona görə də, əgər bu tələni necə hazırlayacağınızı bilmək istəyirsinizsə, indi sizə izah edəcəyim. İlk olaraq bizə bir plastik butulka lazım olacaq.
Bu halda mən bir yarım litrlik butulkadan istifadə edəcəyəm, amma sən həmçinin 1/4 qalonluq və ya oxsar ölçüdə başqa bir butulkadan da istifadə edə bilərsən. İlk edəcəyimiz iş butulkanın təxminən 1/4-ni uzun sirkəsi ilə doldurmaq və bir xörək qaşığı şəkər əlavə etmək olacaq. Daha sonra maye səviyyəsindən yuxarıda təxminən 34 mm diametrində, yəni təxminən 1/8 duyum ölçüsündə bir necə desək açacağıq. Vacibdir ki, desiklər çox böyük olmasın, çünki məqsədimiz meyvə milcəyi və digər oxsar ucan kiçik həsəratların içəri girməsini asanlaşdırmaqdır. Butulkanı hazır etdikdən sonra artıq onu yerləşdirməyin vaxtıdır. Bunun ucun sadəcə bir iplə və ya kəndirlə butulkanı meyvə olan bir yerə və ya ağacın meyvə verməyə başladığı bir sahəyə asacağıq. Ən yaxşısı, butulkanı səhər günəşinin ilk düşdüyü tərəfə yönəltməkdir. Bu şəkildə içindəki məhlul səhərdən biraz qızacaq və yetişmiş meyvə qoxusunu daha yaxşı yayacaq. Bu da meyvə milcəyini və bir çox digər ucan həsəratları cəlb edəcək. Beləliklə, tələnin effektivliyini daha da artırmış olacağıq. Onu yerləşdirmək isə çox asandır. Sadəcə olaraq bir iplə butulkanın boğazından keçiririk, onu bir budağa bağlayırıq və yaxşıca bərkidilmiş vəziyyətdə qoyuruq. Vəssalam, tələ artır işləməyə başlayacaq. Bir neçə gün keçdikdən sonra artıq içəridə həsəratların görünməyə başladığını müşahidə edə bilərik. Gördüyün kimi, bu tələnin effektivliyi çox yüksəkdir. Bundan əlavə, çox kiçik dəliklər etdiyimiz üçün əsasən meyvə milcəyi və digər oxşar uçan həsəratları tuta bilirik. Arıların və digər iri ölçülü tozlandırıcı həsəratların içəri girməsinin qarşısını böyük ölçüdə alırıq. Bu yolla sahib olduğumuz meyvələrin əksəriyyəti meyvə milcəyinin və bir çox digər uçan həsəratların bezdirici sancmalarından qorunmuş olacaq. Amma hələ də hər hansı bir bağda və ya bostanda çox rast gəlinən bir zərərverici qalır: salyanqozlar və ilbizlər. Onlar elə bil heç vaxt yoxdur, amma ən gözləmədiyin anda peyda olurlar və bir gecənin içində cücərtiləri, yarpaqları, hətta bütöv meyvələri məhv edə bilirlər. Onlar üçün çox sadə və son dərəcə effektiv bir tələb var: diatomlu torpaqdan istifadə etməklə. Və bunu tətbiq etməkdə çox asandır. Sadəcə bir ovuc diatomlu torpaq götürüb, bütün bazanın ətrafında davamlı bir halqa şəklində səpirik. Bunu həm dibcəkdə, həm də birbaşa torpaqda rahatlıqla edə bilərik. Əsas odur ki, heç bir boşluq qalmasın. Çünki ən kiçik bir boşluq belə salyanqozlar, ilbizlər və ya başqa hər hansı bir həsərat tərəfindən meyvə ağacına çatmaq üçün istifadə oluna bilər. Bəs bu tələ niyə bu qədər yaxşı işləyir? Çünki bu material mikroskopik fosilləşmiş yosunlardan ibarətdir və çox çobud bir teksturaya malikdir. Bir salyanqoz və ya ilbiz onunla təmasda olduqda bu səth onlar üçün son dərəcə narahat edici olur və maneəni keçməzdən əvvəl geri donurlar. Əslində, bu məhsul illərdir həm salyanqoz və ilbizlərə, həm də digər dirmasan həsəratlara qarşı istifadə olunur. Bu metodun yeganə çatışmazlığı odur ki, yağış yağanda və ya nəm olanda təsirinin böyük hissəsini itirir. Ona görə də bir neçə gün yağışdan sonra və ya maneənin yox olduğunu görəndə sadəcə biraz daha əlavə edirik və onu yeniləyirik. Gördüyün kimi, bu çox sadə bir qulluqdur və meyvə ağaclarımızı bütün mövsüm boyu qorumağa imkan verəcək. Beləliklə, bugünlük videomuz bu qədər. Artıq gördün ki, bu ucuzsul çox sadədir, amma eyni zamanda çox təsirlidir. İndi isə növbə səndədir. Onları tətbiq et və nəticələri öz meyvə ağaclarında gör. Əgər video xoşuna gəldisə, bəyən düyməsini basmağı, abunə olmağı unutma və növbəti videoda görüşərik.